Bəy, çox üzr istəyirəm. Siz niyə görə həmişə tək oturursunuz? Tənhalıq qəbahətdir bəyəm. Yox, bəy, mənə düzgün başa düşün. Həmişə gəlib bir çaynik çay sifariş verirsiniz. Ətrafınızda da heç kim olmur. Tək oturub çıxıb gedirsiniz. Bilirsiniz, mənim sevdiyim bir insan var idi və məni səbəbsiz yerə tərk elədi. Dostlarım da həmçinin məndən bir-bir uzaqlaşdılar. Səbəbini soruşsaz, sizə cavab verə bilməyəcəm. Amma həyatım mənə göstərdiyi acı təcrübələrdən sonra başa düşdüm ki, tənhalıq mən isə tənhalığı tamamlayıram. Amma sizin gözlərinizdə kədər görürəm. Əgər icazə versəz, mən istəyərdim ki, sizin dostunuz olun. Doğrudan deyirsiniz? Əlbəttə, bizdə çay qardım da keyfin üstəyən yeməyi var. Gətirim oturaq ki, qardaş yeyək. Yox, valla toxam yeyib gəlmişəm. Onda bir dənə qəlyan. Uzaq elə. Onda domino gətirin bir dənə 100. Yox, oynaya bilmirəm. Telefon. Bacarmıram. Nerd. Tövbəliyəm. Yekə ekranda futbol. Zəhləm gedir. Kabinetdə PlayStation. Mən bu joystick tuta bilmirəm. Ala okey. O nədir? Amma sən elə tək qalsan yaxşıdır, davay. Düzdür.